İki məsələni sizə deyəcəm. Deməli, o gün bir nəfər zəng eləmişdi gecə. Dedi ki, Vüqar müəllim, mənim qardaşım hərbi hissədə yandırıb özün. Xahiş edirik bu məsələni efirindən işıqlandır. Dedim ki, niyə yandırıb? Yandırıblar. Dedi, bəli, məcbur eləyiblər, yandırıbdır. Dedim ki, niyə çıxıb efirdə danışmaq istəmirsiniz? Dedi ki, niyə çıxmaq istəmirəm ki? Sadəcə deyirəm ki, yəni sən deyəsən bunu. Deyirəm ki, mənim deməyimlə sənin deməyin bir deyil. Sən qardaşsan, sən atasan, sən anasan, sən həyat yoldaşsan. Çıxın qardaş, nə baş verir, danışın bunu. Gördüm ki, bu çox çərçevir eləyir. Dedim ki, onda məni narahat eləmə bala. Sən əgər ölən qardaşın haqqında danışa bilmirsənsə, bunu məndən istəyirsən, mən sənin qardaşın haqqında danışmayacağım. Bax, yox, niyə elə deyirsin? Mən danışaram, problem yoxdur. Danışdıq, razılaşdıq. Dünənki efirdə bu adam qoşulmalıydı. Efirə 1 saat qalmış, bundan xəbər yox. Yığıram bunu, özüm vurub xəstəliyəm. Vüqar müəllim, xəstəxanadayam, yaxşı deyiləm, danışa bilmirəm. Qoyun qalsın. Hə, sənin qardaşı öldürüblər. Doğmaca qardaşın ölüb sənin. Sən efirə çıxıb danışmaqdan qorxursan. Sizə nə edirlər? Haqq eləyirlər. Bu qardaşımız da 19 ildir. Adına iş yazılıb. İndi bilir ki, bu Gəncədə seçki dairəsində işləyirmiş. 19 ildir bunun adına əmək haqqı alırlar. Dairə seçki komissiyasının sədri alırmış Gəncədən. Bundan Məzahir Pənahovun da xəbəri var. Əmək müfəttişliyində xəbəri var. Gəncə prokurorunun da xəbəri var. Gəncə polisinin də xəbəri var. Hər kəsin bundan xəbəri var. Hatırlayırsınızsa, bunu Mehriban xanım bir dəfə mən biləni bizim efirimizdən səsləndirmişdi ki, Vüqar bəy, məndə olan məlumata görə belə bir adam var Gəncədə. Bu adam nədənsə birdən-birə qərar vermişdi ki, Vüqar müəllim, icazə verirsinizsə, mən efirdən danışım. Mən də dedim, problem deyil. Gəl danışaq. İndi Elnur səhərdən yığır, adam imtina edir. Deyir ki, yox. Mən canlı efirə çıxmaq istəmirəm, uşaqlar qoymurlar. Mən yığacağım bunu. Götürmür, elə mi telefonumu? Necə? Bax, oğlanları icazə vermir. İmkan vermirlər ki, ata çıxsın, öz sözünü desin. Bu adamın müraciəti var, Məzahir Pənahova. Hörmətli Məzahir müəllim, Azərbaycanda seçki sisteminin demokratikləşməsində sizin əməyiniz danılmazdır. Əstağfurullah. Əstağfurullah. Mənim sizə verəcəyim məlumat bir sıra qaranlıq məqamlara aydınlıq gətirmək məqsədi güdür. Həqiqətən də Azərbaycanda seçki sistemi çox demokratikdir. Heç kəs getmir, amma qutudan %98 adam çıxır. Bu qədər demokratik seçki harada keçirilib? Heç harada. Amerikanlar belə həsəd aparır bizə. Türklər belə həsəd aparır bizə. Qardaş, dünya bizə həsəd aparır. Çünki Məzahir müəllim sağ olsun. Elə bir demokratik seçki mühiti yaradır ki, demokratiya Azərbaycanda fantam verir. Məqsədim 40 saylı Gəncə 3-cü seçki dairəsi sədri Eldar Əhmədovun törətmiş olduğu cinayətlər haqqında sizə bilgi verməkdir. Bildirirəm ki, 2008-ci ildə Elbar Əhmədov məni 2 aylıq gözətçi işinə qəbul etmək adı ilə lazımi sənədlərimi götürdü. 2 aydan sonra işin başa çatmasını mənə bildirdi. 21 noyabr 2024-cü il tarixində həmin dairə seçki komissiyasının mühasibi Samir Musayev mənə müraciət edərək bildirdi ki, Mərkəzi Seçki Komissiyasının yeni əmək müqaviləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsini yenilərək təsdiq etmək lazımdır. Bundan sonra mənə məlum oldu ki, mən işdən azad olunmamışam. 16 il müddətində mənə əmək haqqı yazılmış və təbii ki, Dairə Seçki Komissiyasının sədri tərəfindən mənimsənilmişdir. Bu artıq korrupsiya əməli idi. Bu haqda 25 dekabr 2024-cü il tarixdə Gəncə şəhər prokurorluğuna müraciət etdim. Prokurorluqda istintaq araşdırılmasına başlanıldı. Gəncə şəhər prokurorluğunda izahat verən 40 saylı
DSK-nın mühasibi Samir Musayev mənim adıma olan maaş kartını DSK-nın sədri Elbar Əhmədova verdiyini izahatı ilə təsdiq etdi. Bir müddət sonra Elbar Əhmədov mühasibdən əmək haqqı kartını ona yox, DSK-nın gözətçisi Arif Bəhrəmova verməsi haqqında yeni izahat verməsini xahiş etsə də, mühasib bu qanunsuz xahişlə razılaşmamış və izahatını dəyişməmişdir. Fikir verin ha. Prokurorluq izahatı alır, baş mühasib kartın DSK sədrində olduğunu deyir izahatında. Sonradan bu həmin Elbar Əhmədov çağırır baş mühasibi, deyir ki, get izahatını dəyiş ki, vermişəm həmin o Arif Bəhrəmovun özünə kartı. Baxmayaraq ki, izahatı dəyişdirmək elə belə məsələ deyil. Artıq birinci işi üzrə prokurorluqda cinayət işi qaldırılmalıdır. Yəni Gəncə prokurorluğu məncə burada artıq nəyisə gözləməməlidir. Kimsə gəlsin izahatını dəyişsin. İstintaq qaldırılmalıdır. Bu adam vəzifəsindən kənarlaşdırılmalıdır. Proses həyata keçirilməlidir. İstintaq prosesi sübuta yetirilərsə bu adam pulu geri alınma şərti ilə həbs olunmalıdır. Başqa sözlə, bu maaş kartını Elbar Əhmədova verdiyini israrla təsdiq etmişdi. Dövlət pulunun 16 il ərzində Elbar Əhmədov tərəfindən mənimsənildiyi şübhə doğurmur. Həmçinin bu müddət ərzində isə işə bu gün belə bir gün belə gəlməmiş bir əməkdaşın adına əmək haqqı yazılması, gündəlik işdə olmaması, DSK sədri tərəfindən 16 il yol verə bilməsi necə böyük qanunsuzluq, başqa sözlə korrupsiya əməli olduğu dərk etməmək belə sağlam düşüncəyə ziddir deyə yazır. Biraz dolaşıq yazır, amma olsun, eybi yox. Elbar Əhmədovun Gəncə şəhər prokurorluğunda əmək haqqı kartını DSK-nın gözətçisi Arif Bəhrəmova verməsi ilə bağlı verdiyi izahat insanlarda gülünc və ikrah hissi doğurur. İstintaq dövrü bələdiyyə seçkiləri dövrünə təsadüf etdiyindən belə təsəvvür yarandı ki, DSK sədri haqqında lazımi ölçülər MSK tərəfindən seçkidən sonraya saxlanılır. Artıq seçki başa çatmışdır. Korrupsiya əməlinə qurşanmış. Bu cür məmurun müqəddəs seçki sistemində rəhbər vəzifə tutması hüquqi dövlət olan Azərbaycan Respublikasında yol verilməzdir deyə yazır. Ümidvaram ki, qanunculuğa böyük hörmətlə yanaşan MSK sədri Məzahir Pənahov, DSK sədri Elbar Əhmədovun törətdiyi əməllərə göz yummayacaq və o layiq olduğu cəzanı alacaqdır. Güman edirəm ki, Elbar Əhmədovun bu illər ərzində törətdiyi qanunsuz əməllər haqqında möhtərəm cənab prezident İlham Əliyevə müraciət etməyə ehtiyac qalmayacaqdır. İmza Gəncə şəhər İsmət Qayıbov küçəsi ev 175 ünvanında yaşayan Hacıyev Faiq Eyüboğlu. Bu açıq-açığına dostlar, bir cinayət. Açıq-açığına. Yəni burada düşüb da nəsə axtarmağa lüzum yoxdur. Artıq kör-kör, gör-gördür. Ona görə də mən də buradan hesab edirəm ki, baş prokurorluq bu məsələdə öz mövqeyini ortalığa qoymalıdır.